27 bab. Şu çağda Pərverdigar özünün ötkür, zor qüdrətli qilichi bilan yuguruk yögümeç yılan Leviatanni cazalaydı. O korkunçluk deniz məxluqi Leviatanni öldürdü. Şu vakitte Pərverdigar mundaq deydi. Köngülni hoş qılıdığan üzümzarlıqni, yani xalqimni küylep naqşa eytinla. Mən Pərverdigar üzümzarlıqimni qoğdayman. Mən onu daim sığırıp türümən. Mən onunğa keçə kündüz qarab, hiç kimni çıqıldırmayman. Mən əndi onunğa g'azab yağdırmayman. Xalqimning düşmənləri tikan və azğanlığa oxşaş önüb çıxıversin. Mən dərhal ular bilan jang qilib, ularni kuydirib etiman. Yaxşısı ular məndən panohlıq tilab kelsin. Mən bilan yarashsin. Ular mən bilan yarışıb alsın. Yakup evlatlarının yıldız tartıdığan vakti kelidi. İsrail evlatları kökleydiğan çağ kelidi. Ular yeryüzünü meyvelerge toldurdu. Pərverdigar İsraillarının düşmənlərigə zərbə bəgəndək İsraillağımı zərbə berəmdi. İsraillarının düşmənlərini öldürgəndək ulanımı öldürəmdi. Yoq. Lekin Pərverdigar öz xalqi İsraillarni sürgün qilib cazalaydı. Ularni şərqdən kelgan şəfqətsiz boran bilan qoğlaydı. Lekin muşu yol bilan Pərverdigar Yakup evlatlarının günahini keçirdi. Ular yad dinlarının qurbanlıq süplərinin taşlarını kukum talqan qılıdı. İlahe aşarağa atab yasalğan yağaç butlarını, onun üçün kücə küydürüldüğən süpürlərini yoqtudu. Bu, ulanın günahlarını kötürvetkendin keyinki netice boludu. Sürgündün keyin müstəhkəm şəhər adamsız qalıdı. Puqraları şəhərlərini taşlab, keçib getib, şəhər çöldərəb qalıdı. O şəhər qaqaslıqı oxşab qalıdı. Bu yerdə kalıla otlab, aram elib, şax şümbülanı yeb yürüdü. Şax şümbüla sunub, qurup qaqşal boğanda, ayallar terib əkilib otun qılıdı. Bu xalq heç nimini düşənməydi. Şuna yaratqıcı ulağa iç ağrıtıp oturmaydı. Ulanı apride qılğıcı ulağa şapaət qılmaydı. Bir vakit kelidi ki, Pərverdigar silə İsraillarni Firat dəryası və Mısır çigrasıdaki daryanın aralıqdaki yerlerden xuddi buğdayını samandın ayırğandək ayırıp bir-birləb yığıb alıdı. Bu çağda burğa çilinidi. Asuriyadaki ölüm vəhimisində qalğan və Mısırda sərsam olub yürgən İsraillar qaytıp gelip Yerusalimdeki mukaddes tağda Pərverdigarğa səcdə qılıdı.